Troyan nədir? Troyan atı və ya qısaca Troyan, kompüter sistemlərinə giriş əldə etmək üçün özünü qanuni proqram kimi gizlədən zərərli proqramdır. Quraşdırıldıqdan sonra Troyanlar müxtəlif zərərli fəaliyyətlər həyata keçirə bilirlər. Bunlara nümunə olaraq məxfi məlumatların oğurlanması, istifadəçi fəaliyyətlərin izlənilməsi və kiber cinayətkarlara icazəsiz uzaqdan giriş imkanı yaradılması kimi müxtəlif zərərli fəaliyyətləri göstərmək olar. Kompüter virusları və wormlardan fərqli olaraq Troyanlar öz-özünə çoxalmır. Bunun əvəzinə yayılmaq üçün daha çox sosial mühəndislik üsullarından istifadə edirlər. Misal üçün, onlar zərərsiz görünən e-mail əlavələrinin içərisinə gizlədilə və ya saxta proqram yeniləmələrinə daxil edilə bilərlər.